Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhərində yerləşən fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Yoxlama zamanı baytarlıq müşahidə edici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda kənd toyuğu təəssüratı yaratmaq məqsədi ilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Agentlik tərəfindən aparılan reydlər zamanı bir sıra hallarda bəzi işbazlar tərəfindən ayaqqabı boyasında istifadə olunan kimyəvi maddələrdən istifadə etməklə qida məhsullarının rənglənməsi hallarına da rast gəlinir ki, qeyd olunan hallar da qida təhlükəsizliyi riski yaratmaqla yanaşı, həmin məhsulların istehlaka qəbul edilməsi insan sağlamlığı üçün ciddi təhlükələr yaradır. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib. Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib. Məhsullar ərazidən kənarlaşdırılaraq saxlanıca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir. Hala baxın, belə şan istəyirdiniz, bura baxın. Şanın bir gözəlliyinə baxın. Əsl bekar bir şanıdır bu. Kim istəsə əgər varımızdır. Bu da sabah inşallah Hacı Rəvan üçün göndəririk. Bakı şəhərdə Nərimanovda inşallah götürəcək və bir balonda dağ çiçəklərin balını sifariş edib. Orada olan sifarişlərdə sabah Sumqayıta və Bakıya gedən sifarişlərimizdir. Əziz dostlar, kim də istəsə 051 546 39 39 zəng eləyin, sifariş edin, qoy sizin üçün də göndərək. Sağ olun.